2001-ci il yanvarın 1-nə verilmiş təsərrüfat başına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlarla daşınmaz əmlaki dövlət reyestrində qeydiyyatdan keçirmək mümkündür? Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli fərmanına əsasən 2001-ci il yanvarın 1-nə verilmiş təsərrüfat başına kitabdan çıxarış və ya bu çıxarışlara əsaslanan arayışlar artıq hüquq müəyyən edici sənəd kimi qəbul olunur. Əvvəllər yalnız təsərrüfat başına kitabdan çıxarış keçərli sənəd sayılırdı. Həmin sənəd əsasında verilən arayışlar isə qanunvericilikdə əksini tapmamışdı. Yeni dəyişiklik bu boşluğu aradan qaldırır. Yəni, artıq təsərrüfat başına kitablardan çıxarış əsasında verilən arayışlarda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün hüquqi əsas hesab olunur.